Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İSESCO-nun dəstəyi ilə reallaşan Üzeyir Hacıbəyli 17-ci Beynəlxalq Musiqi Festivalı davam edir. Bu çərçivədə təşkil olunan Sənət İnciləri layihəsinin növbəti müzakirə konserti keçirilib. Tədbirdə Üzeyir bəyin zəngin irsindən nümunələr səsləndirilib. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin əməkdaşlığı ilə Üzeyir Hacıbəyli 17-ci Beynəlxalq Musiqi Festivalı öz işini davam etdirir. Festival çərçivəsində Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşkilatçılığı ilə Sənət İncilər adlı mühazirə konsertlər keçirilir. Üçüncü yekun mühazirə konserti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təqdim olundu. Biz mühazirə konsert dedikdə, burada konsertin önündə bir mühazirəçinin çıxışını təqdim edirik ki, o şəxs Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında gənclərə, yəni tələbələrə müəyyən fikirlər söyləyir. Təbii ki, Üzeyir Hacıbəylinin musiqisi əbədi yaşar musiqidir. Xalq tərəfindən sevilən bu sənətkarı daim dövlətimiz də yüksək qiymətləndirib. Çıxış edənlər layihənin mahiyyəti barədə ətraflı məlumat verərək, onu ali təhsil müəssisələrinin həmrəyliyini nümayiş etdirən bayram kimi qiymətləndirdilər. Tədbirin keçirilməsində əsas məqsədin dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsini, xüsusilə gənc nəslə daha dərindən tanıtmaq olduğu vurğulandı. Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin şöbə müdürü Cəmilə Mirzəyeva Üzeyir Hacıbəylinin yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi mövzusunda mühazirəsini tələbələrə təqdim etdi. Üzeyir Hacıbəyli bir çox ilkləri Azərbaycan musiqi mədəniyyətinə gətirən bir dahi bəstəkarımızdır. Onun ilklərindən biri müsəlman şərqində bayaq adını da çəkdiyim ilk opera, ilk konservatoriya, ölkəmizdə yaranan ilk xor kollektivi, daha sonra Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması da məhz Üzeyir Hacıbəyli adı ilə bağlıdır. Mərkəz olaraq əsas məqsədimiz qeyri musiqi ixtisaslarından olan tələbələrimizə Üzeyir Hacıbəyev irsini, Azərbaycan musiqi mədəniyyətini, Azərbaycan musiqisinin nə qədər yüksək zirvədə olduğunu göstərmək və tanıtmaqdır. Tədbir bədii hissə ilə davam etdi. Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına xor kollektivi, Bakı Xoreografiya Akademiyasının rəqs qrupu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına, Azərbaycan Milli Konservatoriyasına və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri maraqlı musiqi və rəqs kompozisiyaları ilə çıxış etdilər. Gülarə Quliyeva, Elxan Axundov, Ayşəm Razi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.